Salam, bugün Ara şirkətinin sponsorluğu ilə Dərinə Söhbətlər podkastımızın 11-ci bölümündəyik. Bilirəm, mənə görməyə öyrəşməmisiniz. Bugün podkastımızın yeni siması mən, Əfsanə Anazarova. Bugün podkastımızın qonağı mənim illərdə tanıdığım və hətta bir yerdə çalışdığımız dermatoloq Ceyhun Bədirovdur. Doktor, gəlin ilk öncə sizi tanıyaq. Ceyhun Bədirov kimdir? Salam əleykum. Çox şadam görüşümüzə. Mən baxıram bu studiya maraqlı studiyadır, kreativ studiyadır belə deyək. Çünki Ara şirkətdə məxsus bir kreativlik var. Hətta fonu da dəyişdiniz, bayağı xoşum gəldi. Əfsanə xanım, xoş gördük. Biz çoxdan bir yerdə çalışmışıq. İndi də kontaktlarımız var. Çox şadam studiyada olduğum üçün. Mən Bədirov Ceyhun, dermatoloq. 26 ildir iş praktikam var. Həm klassik dermatoloji fəaliyyətim, həm də kosmetoloji fəaliyyətlə məşğulam. Həm də lazer kosmetologiyası məşğul olan bir həkim kimi çalışıram. Bir çox klinikada çalışmışam. Hal-hazırda Renesans klinikasında çalışıram və Newmed klinikasında çalışıram. Belə. Xoş gördük bir daha. Bugünkü mövzumuz rozasiya, şərab ləkələri, hemangioma və müxtəlif damar problemləridir. Mövzu olduqca genişdir. Ona görə gəlin bunu hissə-hissə bölək və onu da qeyd edeyim ki, aprel ayı rozasiya ilə mübarizə və məlumatlandırma ayıdır. Ona görə ilk sualım belədir. Rozasiya nədir? Əlamətləri necədir və ilk doğuşdan əmələ gəlir yoxsa sonradan olur? Çox sağ olun suala görə. Ümumiyyətlə rozasiya dəri xəstəliyi kimi çoxdan bərli olan xəstəlikdir. Bu ilk vaxtlarda mən dermatologiya məşğul olan vaxtların klassik dermatologiya zamanı heç bir lazer, heç bir kosmetik üsullar olmadığı zaman biz rozasiyanı sırf xəstəlik kimi müalicə edirdik. Lakin xəstəliyi son məqamına çatdıra bilmədik müalicəsini. Çünki bunun xəstəliyin müalicəsində əsasən ilk medikamentoz müalicədən sonra biz mütləq surətdə lazer müalicəsinə müraciət etməyə məcburuq. Amma bunu elə bilmirdik, çünki lazer yox idi. Uzun illər biz əziyyət çəkirdik, pasiyentlər əziyyət çəkirdi, bir nəticəyə gələ bilmirdik. Son illər bu şirkətlərin çox sağ olsunlar gətirdiyi lazerlər bizə çox köməkli göstərdi. Ümumiyyətlə, rozasiya iltihabı xəstəlikdir. Üzün səthi damarlarının genişlənməsində müşahidə olan iltihabı xəstəlikdir, yəni xəstəlikdir. Bunun yaranmasında həm də Demodex adlı gələnin rolu var, bir sadə dildə desəm. Yəni bu xəstəliyin əmələ gəlməsinə dəridə iltihabın formalaşması və daha da dərinləşməsi rol oynayır. Yəni xəstəlik damarlar genişlənir, dəridə damarların genişlənməsi iltihab törədir. Nəticədə pasientlərdə üzdə qızartı, üzdə istilik hissiyatı, qaşınma, belə bir şikayətlərlə rastlaşırlar və sonrakı mərhələsində artıq pustulyoz mərhələ, papulyoz mərhələ deyirlər buna, ağırlaşmış mərhələdə dəridə həmin qırmızı fonda xırda irinciklər, düyüncüklər formalaşır və iltihab biraz da böyüyür. Biraz da böyüdükcə, illər boyu pasiyent müalicə eləmədiksə və ya düzgün müalicə olunmadıqda bu zaman başlayır həmin üzdəki müəyyən nahiyələrdə böyümə. Misal üçün, burunda ən çox rast gələn rozasiya zamanı burnun böyüməsi, rinofima deyirlər. Sanki burun normal uz qabaritlərinin böyükdür. Bu illər boyu formalaşır. Qulaq böyüyə bilər, qulaqda rozasiya olsa, otofima deyirlər ona. Alın qövsləri, qaş üstü qövsləri belə qnatofima deyirlər. Belə bir böyümə hipertrofiya, proliferasiya deyirlər bizim dilimizdə. Bu böyümə nəticəsində pasiyentdə sanki üz qabaritdə dəyişdiyi üçün insanlarda sadəcə biraz estetik defekt kimi də görsəndiyi üçün mütləq bu müalicəyə tabe olur və müalicə eləmək lazımdır bunu. İlk stadiyada pasiyentlər öz başına apteklərdən müəyyən kremlər alıb istifadə edirlər, hansı ki hormonal tərkibli olur və bu kremlər sonradan özü dərinin üst təbəqəsinin atrofiyasını gətirib çıxarır və nəticədə prosesin biraz da dərinləşməsinə gətirib çıxara bilər. Yəni, rozasiyanın öz başdan müalicəsi arzu olunan deyil və düz də deyil. Çünki rozasiya öz başdan müalicə oluna bilmir. Mütləq surətdə bunu həkim tərəfindən, dermatoloq tərəfindən müalicə olmalıdır. Müalicə gedişində biz əvvəl kimi klassik dermatologiyada olduğu kimi həm medikamentoz, həm yerli kremlərdən, indiki şirkətdən köməkli sahəsində də kosmetik krem vasitələrini istifadə edirik. Rozasiya ən çox hansı insanlarda rast gəlinir və insan necə bilsin ki, onun rozasiyası var?
Rozasiya insan tiplərini bölsək, yəni cinslərə bölsək, ən çox qadınlarda rast gəlir. Ola bilsin ki, bunun əmələ gəlməsinə bir rol da həm də qadınların iş şəraiti ilə əlaqədardır. Ümumiyyətlə rozasiyanın əmələ gəlməsi formalaşmasında ilk mərhələdə temperaturlar fərqi deyilir. Belə bir etiologiya var. Yəni bir insan əgər çox isti şərait işləyirsə və bayıra çıxanda bayırda çox soyuq olursa və bu temperaturlar fərqi tez-tez dəyişirsə, bu zaman damarlarda genişlənmə baş verir və damarların divarının elastikliyi pozulduğu üçün damarlar xırda kapilləri genişlənmiş qalaraq rozasiya formalaşdırmağa başlayır. Artıq sonradan ora iltihab faktorları qoşularaq proses dərinləşir. Digər faktor kimi genetik faktorları götürmək olar. Bir qism adamlarda nəsildə olaraq görünür ki, üzlərində sanki bir qızartı var, belə bir görünüş olur. Belə bir faktorlar var. Bir qism halda genetik faktoruna əlavə ilgisi olaraq damarların elastikliyinin tam normal olmaması və tez pozulması faktorda rol oynayır. Yəni bu bəzi qism adamlarda biz özümüz də görürük ki, praktikada digər insanın nisbətən üzündə, ayaqlarında, ətraflarında damarların genişlənməsinə daha çox meylli olur. Çəkisi olmasa da belə, əgər fiziki işlə məşğul olmasa da belə, sanki bu insanlarda genetik olaraq damarların elastikliyi o deyil. Yəni bu baxımdan bu qism insanlarda yarana bilər və bir rozasiya formalaşmasında biz hamımız gördüyümüz kimi bu əsas şimal zonasında yaşayan insanlar olur. Bunlarda yenə dedim, temperaturlar fərqi rol oynayır. Kim ki soyuqda, soyuq iqlim şəraitində yaşayır və isti evə girir, təzədən soyuq iqlim şəraitinə çıxdısa, bu qismdə temperaturlar fərqi rozasiya formalaşmasına rol oynayır. Eyni zamanda bayaq qeyd etdiyim kimi, Demodex folliculorum adlı gənənin, hansı ki bizim dərimizin adı florasıdır, saprofit florasıdır. Yəni burada yaşayan bir belə bir gənədir. Bunu tam ləğv etmək mümkün deyil. Halbuki bəzi həkimlər çalışır bunu müalicə edib ləğv eləsin. Çünki fiziki mümkün deyil. Buranın bir sakinidir, dərimizin sakini. Bu dərimizin sakini yerli immun sistemi aşağı düşəndə, dərinin immunitet aşağı düşəndə, damarlar genişlənəndə bu da rozasiya formalaşmasında müəyyən rol oynayır. Buna görə bu faktorlar hamısı birlikdə rozasiyanın əmələ gəlməsində bir əsas kimi qiymətləndirə bilərik. Doktor, belə başa düşdüm ki, dağlıq ərazilərdə yaşayan insanların da üzləri qırmızı olur. Bu rozasiyadır yoxsa yox? Yaxşı sualı bayaq mən qeyd elədim. Ümumiyyətlə hər üz qırmızılı rozasiya deyil. Dağlıq zonasında yaşayan insanların üzündə qırmızılığın yaranması səbəb əsas odur ki, temperaturlar fərqi var. Yəni adam bayıra çıxır, məsələn Qusar zonasında, Quba zonasında, Tutam-Qəbələ zonasında, soyuq kəndlərdə yaşayan insanlar çıxır bayıra, işlə əlaqədar soyuq külək üz damarlarını təsir edir və kapilyarların sıxılması baş verir, daralması baş verir. Normal haldır və sonra bu adam uzun müddət yəqin ki, çöldə qalır, bayırda qala bilmir və isti yer şəraiti keçir, qapalı şəraitdə. Qapalı şəraitə keçəndə kapilyarlar genişlənir və çox genişlənir, başlayır üz qızarmağa. Bu normal reflektorlu vəziyyətdə hamıda olur. Biz hamımız isti yerdə üzümüz qızarır, utananda üzümüz qızarır, nəsə problem olanda üzümüz qızarır. Bu orqanizmin sinir sisteminə əlaqədar damarların işinin regulyasiyası deməkdir. Yəni damarlar orqanizm regulyasiya edir. Bu şimal zonasındakı bu proses tez-tez təkrarlanır və daimi olduğu üçün artıq sinir sistemi nəzarətdən çıxdığı üçün kapilyarlar genişlənmiş şəkildə qalır. Yəni kapillər divarının elastikliyi əzəllər tam işləyə bilmir, genişlənib parez deyirlər buna. Yəni genişlənib belə də qalır və bu qırmızılıq şəklində qalır. Tədricən bu proses davam etdiyi üçün və üzdə qızartı qaldığı üçün sanki qan durğunlaşır üzdə və bu yerli immun sistemi aşağı saldığı üçün təkrar olaraq həmin Demodex gənəsinin qoşulması prosesə xəstəliyin rozasiya ilə əmələ gəlməsi bir faktor kimi, bir stres faktor kimi başlayır rozasiya yaranmağa və bu proses yaranandan sonra proses başlayır inkişaf eləməyə. Bu səbəbdən dağlıq zonasında yaşayan adamlar rozasiyaya çox əmələ gəlmək riski var. Bu baxımdan da hər qırmızılıq rozasiya deyil. Rozasiya, yəni qeyd etdiyim kimi iltihabi xəstəlikdir. Mütləq qırmızılıqla bərabər iltihaplaşma olmalıdır. Şişkinlik olmalıdır, hansı bir sızanaqlar olmalıdır, xırda irinciklər, düyünlər üzdə olmalıdır. Sanki bilinməlidir ki, üzündə problem var. Bu olduqca sırf klassik rozasiya adlanır. Yox, sırf qırmızılıq olsa bu redness deyirlər, üzün qırmızılığı belə deyirlər. Yəni üzü qırmızı olan insanlar rozasiya xəstəliyinə birinci namizəddirlər, belə deyək.
Amma doktor, üzü qırmızı olan insanlara deyirlər ki, canı necə sağlamdır və bir deyim var, üzündən qan damır. Bu nə dərəcədə düzgündür? Bəli, bu belə bir söz var. Bu keçmişdən qalmış bir sözdür. İndi də elə deyirlər. İndi bu nə baxımdan mən düşünürəm? Adətən biz üzü qırmızı adamları adi klassik qaydada harda görürük? Şimal zonası insanlarında görürük də. Tutalım ki, Quba-Qusar zonasında, tutam Dağıstanda yaşayanlar, dağlıq ərazisində yaşayanlar haqqında deyirik. Burada tək üzünün qırmızılığı faktoru deyil də o deyim üçün. Yəni insan bax Bakıda üzü qırmızı adam göstərirəm, deməzsiniz ki, o sağlamdır. Nə üçün? Bizim dilimizdə habitus sözü var. Yəni insanın üz quruluşu, üzün emosiyaları, təkcə üzün qırmızılığı şərt deyil. İnsanın şuxluğu deyirlər, üzünün rəngin rəng vəziyyətdə, təkcə qırmızılıq yox. Rəngin özünün də əhəmiyyəti var. Adam var, üzü rəngi sarıdır, sarımtıldır, amma sırf yanaqları qırmızıdır. Ona sağlam adam demək olmur. Heç siz də deyə bilməzsiniz, adi bir vətəndaş da deyə bilməz, çünki oxşamır sağlam adama. Amma dağlıq zonasında yaşayanlar sanki qıvraqlığı olduğu üçün, şuxluğu olduğu üçün özünün orqanizminə və üstəgəl üzündə qırmızılıq, mən belə düşünürəm ki, bunlar hamısı birləşdiyi üçün və bunlara sağlam adam bir üzə verirlər, belə də deyirlər. Adətən bu sağlamlıqla əlaqədar deyil. Üzün qırmızılı olma sağlamlıqla əlaqədar deyil. Bu ətraf mühitin üzə təsir etdiyi vasitələrin nəticəsidir. Yəni üzündə qırmızı olan adam yaxşı sayılmır. Buna görə də bunu qarşılamaq daha yaxşı olar ilk stadiyada. İndi bəzi adamlara məcbur eləmək olmur ki, sən dağda yaşayırsan, gəl Bakıda yaşa, gəlməyəcək onsuz da. Hər halda müəyyən bir məsləhət də vermək olar. Tutam dağlıq zonasına gedəndə çox soyuq olan bir maska tax üzvə, hansısa bir xüsusi geyim vasitələri var, üzü qoruyur, ancaq gözlər görsənir. Bu vasitələ üzü qorumaq olar ki, gələcəkdə problemlər yaranmasın və proses dərinləşməsin. Belə bir üsullar kömək edə bilər dağlıq zonası insanlara da. Amma ümumən əlbəttə ki, dağlıq zonada yaşayan adama sağlam olur. Oksigen təchizatı çoxdur. Oksigen təchizatı çox olduğu üçün dərin rəngi də, tonu da fərqli olur. Qızartı olmasa da özündə, üzünün spesifik bir çəhrayılıq olur dərisində və bu sağlamlıq etalonu kimi illər boyu insanların beynində formalaşıb. Ona görə də belə demək olar, sağlamdır. Amma nəzarətdə saxlamalı insanları. Ay doktor, bir şey də deyim də, yanaqları qırmızı olan əsasən kişilərdə görəndə dərhal düşünürük ki, bu insan çox içki içir. Bu nə dərəcə doğrudur? Əslində elə bir şey var, yəni çünki ümumiyyətlə içki içəndə üz qızarır. Çox əksər adamlarda qızarır. Hətta belə deyirlər kişilər arasında ki, içki içib üzü qızarsa, deməli buna düşür içki. Belə bir şey deyirlər. Amma o nə deməkdir? Əslində içki içəndə periferik damarlar genişlənir. Genişləndə üz qızarmalıdır. Kimdə ki üz ağarır, deməli təzyiqi düşür. Təzyiq o da ona düşmür, belə deyək. Yəni içki düşmür. İçki düşürsə üz qızarır, belə deyirlər. Kimin ki üzü qırmızı olur səhər tezdən, deməli belə düşünürlər ki, bu deməli içib. Axşamdan içib, gündə içir. Bu üzü qırmızıdır da, pastayanı qırmızıdır. Ona görə də elə bir düşüncə var. Amma elə deyil də, yəni faktiki də elə deyil. Hətta bu belə bir pasientlərimiz olur, bizim müraciət eləyir. Hər dəfə dövlət yol pozisiyon işlər saxlayır ki, içmirsən, belə suallar. Bunlar da pis vəziyyətdə qalır, hər dəfə sübut eləməli ki, içməyib. Bu sualdır, bunlar pastayanla narahat eləyir, hər dəfə bu olur. Yolda qonşusu görürdü ki, nə qədər içirsən sən, filan kəs qohumu deyir ki, sən üzün niyə qırmızıdır, bəs az iç. Bu da bunları sübut eləyə bilmir ki, mən içmirəm da, üzüm belədir. Buna görə bunlara diskomfort yaradır və bunlar mütləq müalicəyə cəhd etməyə çalışırlar. Ona görə mən düşünürəm bu efirlərin, bu sosial şəbəkələrin üstünlüyü odur ki, insanlar görür bunu, görür və müraciət edib şəfasını tapırlar da. Var elə bir termin, amma da hər üzü qırmızı olan içmir ki. Məlumat üçün çox sağ olun. Mənə də həmişə maraqlı olub. Bu yol polisi necə seçir saxlayanda bu fərqli maşınlar saxlayır və fərqli nəyəsə diqqət edib saxlayırlar. Sən demə bu üzü qırmızılığına görəymiş. Orada çox faktorlar var. Yəni bir üzü qırmızı olan çox saxlayırlar. Şüşələrin tərləməsinə görə çox saxlayırlar. Adətən necə spirtli içki istifadə edən adam səhər maşın sürəndə ya həmin gün maşın sürəndə nəfəsindən spirt şüşələr tərlədir. Ona görə də ondan şübhələnib saxlayırlar və digər faktorlar var. Yəni onu özləri daha yaxşı bilir. Biz o incəlikləri bilmirik. Amma əslində budur ki, mən gördüyüm budur ki, kənardan avtomobilin içi çox gözəl görsənir. Çox gözəl görsənir. Bizim təsəvvür eləmədiyimiz qədər gözəl görsənir. Elə bil ki,
insan gözünün qabağındadır, belə görsən. Yəni onlar bir balaca qorxan adamı, çəkinən adamı sıraz hiss edirlər. Yəni biz özümüz hiss edirik, adi vətəndaş da hiss edə bilər. Qıraqda durub baxsaq hiss eləyərik. Ona görə o xırda digər mövzu söhbətidir. Amma əslində hiss eləmək olur da. İçkili adam belə hiss olunur, amma dövlət yox olsun bir əsasını. Bizim mövzumuz azadçılıqdır, başqa xəstəliklərdir. Tamam, qaydaq mövzumuza və bu barədə son sualımı vermək istəyirdim. Avropada rozasiyası olan insanlar o dövrün standartlarına görə gözəllik simvolu hesab olunurdu. Yəni qadınlar arasında yanaqları qırmızı olan insanlar daha gözəl hesab olunurdu. O vaxtı bəli elə idi. Ümumiyyətlə Avropa vaxtı şərqdən öyrənib hər şeyi. Hər şey şərqdən öyrəndiyi üçün o qırmızılıq, üzü qırmızı, mən belə düşünürəm ki, o vaxtı üzü rəngi açıq olan adamlar sanki cəlbedici görsənmirdi də. Çünki üzünü qızartmaq adi o vaxtı bildiniz də üzü xüsusi kosmetik vasitələrlə və ya digər vasitələrlə üzü qızardılır, rumyansa deyirlər də, üzü qızartırlar ki, qəşəng görsənsin. Rusiyada bu var idi. Təbii olaraq belə problem olan, üzü qırmızı olan təbii gözəl sayılır da belə bir şey. O baxımdan onlar hesab edir də. İndi də bəlkə o var. İndi bizim indiki kosmetikada, indiki makyaj sistemində o qızartı vurmaq mən belə bir dəb kimi deyil hal-hazırda, amma uzun müddət dəb olub da. Hətta Sovet vaxt dağılandan bəri mənim yadımdadır ki, üzü xüsusi kosmetik vasitə qızardırdılar. Qızartı sanki bir sağlamlıq göstəricisi kimi bir qəbul olunur. Avropada vaxtı belə düşünürlər. İndi fikir dəyişir. Getdikcə tam tendensiya tam dəyişib. O vaxtı bəli hesab edirdilər. İndi Avropa çox şey öyrənib şərqdən. İndi yəqin ki, yenə də davam edir. İndi biz Avropanı öyrənməyə çalışırıq. Amma çox şey öyrənməli deyilik əslində. Orada yanlış şeylər çoxdur. Və son olaraq soruşmaq istərdim ki, yəni nə dərəcədə təhlükəli bir xəstəlikdir? Müalicəsi varmı? Və yaxud da sadəcə normada saxlamaq lazım, nəzarət altında saxlamaq lazımdır? Ümumiyyətlə rozasiya təhlükəlilik baxımından dəri xəstəliklərin əksər hissəsi orqanizmə sağlamlıq üçün təhlükəli xəstəliklər sayılmır. Yəni bu dərinin xəstəliyi olduğu üçün məsələn kardioloji xəstəlik deyil ki, insanda ürəyində nəsə problem olsun, stentə ehtiyac olsun, eləməsin, infarkt olsun və yaxud da insult olsun hansı xəstəliklərdə və yaxud da ki, xor olsun mədə bağırsağında və belə bir xəstəlik sayılmadığı üçün dəri xəstəliyi nisbi təhlükəli xəstəliklər sayılır. Bəli bir qism, bir neçə xəstəlik çıxmaq şərti ilə. Rozasiyada ağırlaşması baxımından əsasən insanın öz ab-halında, ətraf mühitin onun münasibətinə görə biraz estetik baxımdan problemli xəstəlik sayılır, təhlükəli yox, problemli xəstəlik sayılır. Bu baxımdan ki, rozasiya olan insanların üzündə iltihab əlamətləri, irinciklər, hansı düyünlər olması, üzün formaların dəyişməsi, yəni böyüməsi, eyni zamanda üzün qırmızılığı, ətraf insanlarda onların sanki bir çəkinmək kimi bir əhval-ruhiyyə yaradır. Ona görə də bu insanlar bu mütləq müalicə etməyə çalışırlar. Yəni sırf dəri xəstəliyi olduğu üçün bunun müalicəsi insanlar üçün vacib faktordur. Bu baxımdan təhlükəli yox, daha çox insanın özü üçün diskomfort törədən və ağırlaşma törədən bir xəstəlik kimi qəbul olunur. Çox sağ olun ətraflı məlumat üçün. Əvvəldə qeyd etdiyimiz kimi, aprel ayı rozasiya ilə mübarizə və məlumatlandırma ayıdır. Və sizin tövsiyələriniz nədir və insanlar əsasda nəyi bilməlidirlər? Rozasiya ilə mübarizə məlumatlandırma ayının olduğunu təzə bilmişəm, yəni bilmirdim dizi. Yaxşı ki, qeyd elədiniz. İnsanlar ümumiyyətlə rozasiya hansı halda bir üzə verir ki, insanın üzündə qızartı formalaşır və bu qızartı daimi olur. Yəni adi vaxt itib sonra qayıtmır, daimi yaranma qızartı başlayır və tədricən insan görür ki, üzərində qızartı olan zonada xırda düyünlər və yaxud da xırda şişkinliklər yaranır və qaşınma olur. Və yaxud da qızartı, yandırma olur və yaxud da istilik hissiyatı olur. Bu zaman üzündə olan dəyişiklik bunu həkimə müraciət etməyə məcbur eləməlidir. Çünki ilk stadiyada müalicəsi çox rahat və çox asan bir şeydir. Ağırlaşmış olanda, çox dərinləşəndə əlbəttə müalicə üsulları dəyişir, uzanır, daha ağır və daha çox maliyyə vəsait tələb edir. Çünki bu xəstəliyin müalicəsində istifadə olunan lazerlər dövlət tərəfindən dəstəklənmədiyi üçün, heç bir sığorta aid olmadığı üçün məcbur olaraq özəl müəssisələr müraciət etməyə məcburdur və bu avadanlığın da bahalı olduğu üçün prosedurların da kifayət qədər bahalı olduğu və xəstəliyin daha da
yaxşı müalicəsində biraz problem törətdiyini gətirib çıxara bilər. İlkin stadiyada qızartı olanda, qızartı üzərində şişkinliklər, hansısa düyünlər, hansısa bir iltihab əlamətləri görünən kimi həkim müraciət etmək daha məsləhət olardı və bu qızartı daimi olur. Və onu nəzərə alaraq mütləq həkimə pasientlər müraciət etməlidir və əsasən isti soyuqdan çox qorunmalıdır. Çox soyuq yerdə işləməlidir. İşləyəndə üzünü qorumalıdır. Yəni birbaşa soyuq külək, soyuq hava üzün dərisinə birbaşa təsir eləməsin. Çünki bu heç bir halda müsbət bir şey gətirib çıxartmayacaq. Onun nəsə problem törədəcək. Temperatur fərqi, bax bu genetik meyillik varsa, damarların genişləməsi, əgər nəsildə anada, atada, ayaqda damarlar varsa, üzündə qızartı varsa, bu adamlar potensial bunların davamçısı kimi genetik olaraq bunlarda da həmin problemlərin yaranması riski çox olduğu üçün və mən dediyim faktorlardan qorunmalıdırlar. Razasiya xəstəlik olduğu üçün müalicəsi var, bəli. Müalicəsində tam oluna bilər. O şərtlə ki, razasiyanı törədən səbəb bəllidir ki, bütün xəstəliklərdə də belədir. Bu səbəb aradan götürülməli və bir də təkrarlanmamalıdır. Məsələn, adam soyuq şəraitdə yaşayır, üzünü qorumur və razasiya əmələ gəlməsində bu faktor kimi çıxış edib soyuq hava və bu gələcəkdə bunu təkrarlasa yenə yaramaq riski var. Və yaxud da ki, adam immun sistemi aşağıdır, üzündə müxtəlif lazımsız prosedurlar edir və yerli immun sistemi düşür, razasiya formalaşır və bunda irsi olaraq buna meyillik varsa və bunu təkrar eləsə yenə razasiya yaranmaq təhlükəsi var. Yox, bunları qorusa, insan üzünü həmin faktorlardan qorusa və müalicə düzgün aparılsa, tam müalicə oluna bilər, bəli. Və hər hansısa mağazində və yaxud da başqa yerlərdə gördüyümüz kosmetik vasitələr, kremlər və yaxud digər baxım məhsulları müalicəyə təsir eləyirmi və yaxud da nə dərəcədə müalicə eləyir? Deməli, bu razasiya müalicəsində əsas biz istifadə edirik 3 tip müalicə üsullarından. Birinci tip medikamentoz, dərman preparatlarının müalicə. Ora gedir həm daxilə, həm də xarici istifadə olunan müəyyən dərman preparatları, həm krem, həm tabletka formasında. Bu üzdə iltihabi əlamətləri qızartı müəyyən müsbət təsir edir, amma tam müalicələnmir. İkinci tip kosmetik vasitələr. Siz qeyd edirsiniz kosmetik vasitə. Kosmetik vasitələr tərkib baxımından dərman preparatı sayılmadığı üçün, qidaya əlavə və yaxud bu qrup preparatlar sayıldığı üçün, kremlər sayıldığı üçün bunlar əsasən qoruyucu faktor. Yəni prosesin dərinləşməsini və gələcəkdə təkrarlanmasını qarşılamaq üçündür. Misal üçün günəş qoruyucu kremlər. Bunlar müalicə faktor kimi müalicə kremləri deyil. Sadəcə əgər günəşin təsirindən yaranırsa razasiya, damar problemləri və bunu qorumaqla biz o problemləri qarşılamış oluruq və xəstəlik kəskinləşmir. Üçüncü ən klassik tip lazer müalicəsidir. Lazer müalicəsi də Azərbaycanda olan yeganə lazer PDL lazer var, Vibin Perfecta və bu lazer vasitələ razasiyanın sırf qızartı mərhələsini çox uğurla müalicə etmək mümkündür və pasientlər çox razıdır. Bu baxımdan 3 tip müalicə istifadə. Kosmetik vasitələr qoruyucu vasitələrdir və xəstəliyin residivlərini, yəni təkrar qayıtmasını qarşılamaq üçündür. Doktor, düşünürəm ki, artıq razasiya haqqında hamının məlumatı oldu. Çox sağ olun buna görə. İndi keçək oxşar bir dəri xəstəliyi, şərab ləkələri. Bunun adı hardan yaranır, niyə elə deyilir, doğuşdan əmələ gəlir, yoxsa sonradan hansısa bir faktorlar tətikləyir bu xəstəliyi? Şərab ləkələri adından bəllidir. Bu sanki şəraba oxşuyur. Yəni biz hamımız rast gəlmişik. Üzdə, bədəndə, qolda, müxtəlif insanlarda üzündə qırmızı ləkədir. Heç bir qabarıqlığı yoxdur. Qırmızı ləkədir və üzün müxtəlif qabaritdə, müxtəlif ölçülərdə ola bilər. Sanki xəritəyə oxşuyur, sanki insanın üzündə olanda müəyyən bir kosmetik defekt törədir. Bu şərab ləkəsinin adı Port-Weinstein deyirlər, şərabdan yaranmış ləkə, belə gedir, adı belə gedir. Bunun üçün bu şərab ləkəsi anadan gəlmə ləkə olur, əksər vaxtı. Yəni, insanın bətin daxili inkişaf vaxtında hansısa bir damar anomaliyası nəticədə bədən dəri sahəsində sanki kapilyarların həddən altı çoxalması və şərab ləkəsi şəklində formalaşmasına gətirib çıxarır. Bəzi halda isə mənim praktikamda görmüşəm, hansısa travmatik travma olan zaman hansısa sonunda xırda bir şərab ləkəsi yarana bilər. Sanki toxumanın sıxılması, kapilyarların genişlənməsi və orada qanın yığılmasına gətirib çıxarır.
Lakin bu qan geri sorula bilmədiyi üçün şərab ləkəsi formasında qala bilər. Və bu baxımdan şərab ləkəsi sayılır tibbi qüsur yox, kosmetik qüsur sayılır. Bu baxımdan bunun dərman preparatlarının müalicəsi mümkün deyil. Çünki bu dərinin alt qatında, dərinin üst qatı, alt qatında yarandığı damar mənşəli ləkə olduğu üçün heç bir kremlər, heç bir dərman vasitələri, heç bir xarici istifadə olunan tibbi kremlər nüfuz edib dəridən keçib bu ləkəni apara bilmir. Bu baxımdan biz ancaq müasir dövrdə istifadə edilir lazer müalicəsindən çox geniş tətbiq olunur və çox da effektiv nəticə gətirib çıxara bilir. Yəni bu şərab ləkəsi olan pasientlər özləri uşaq vaxtını valideynləri onlarda kosmetik qüsur kimi görür və bu mütləq uşaq böyüyəndə nə olacaq, bunu kim belə qəbul edəcək, bu baxımdan müalicə etməyə çalışırlar. Böyük adamlar da özlərində varsa əvvəl bəlli məsələ ki 10 il bax bunun müalicəsi yox idi. İndi varsa, lazer müalicəsi varsa, o da pasient böyük insan görür, bunu qəbul edir və bu müalicəsinə gəlir və nə gözəl ki müalicəsi var. Ən çox filmlərdə gördüyümüz kimi, məsələn, bir uşaq doğulurdu və belə bir ləkə ilə və onu doğum izi kimi adlandırırlar. Və maraqlısı odur ki, bu nəsildə bir neçə insanlarda rast gəlinirdi. Bəs o necə? O da şərab ləkəsidir, yoxsa yox? Ümumiyyətlə və onların fərqləri nədir? Doğum ləkəsi kimi mən ümumiyyətlə praktikada iki tip ləkələr var. Bir damar mənşəli ləkələr, qırmızı. Qırmızı və ya bənövşəyi rəngdə və ya çəhrayı rəngdə olur. Bir də olur tünd qəhvəyi rəngdə. Bu melanin mənşəli ləkə olduğu üçün bunlar fərqlənir. Yəni ləkə olmaqla adi vətəndaş bunu ləkə kimi qəbul edə bilər. Hamı da eyni cür qəbul edir, amma bu elə deyil. Damar mənşəli ləkələr barmaqla sıxanda ləkə həmin zonası nisbətən ağarır. Barmağı çəkəndə həmin ləkə qan geri qayıtır, təkrar öz rənginə qayıdır. Amma pigment mənşəli ləkə barmaqla basanda, kompres edib basanda o rəngi itmir. Eyni vəziyyətdə də qalır. Yəni onları ancaq fərqləndirmək olar. Şərab ləkədir, damar mənşəli ləkədir və pigment mənşəli ləkədir. Bu hər iki ləkə anadan gəlmə ola bilər. Hətta bu lənətlənmiş adamlar deyirlər buna keçmiş vaxtda ki, ləkə var üzündə, lənətlənib bu. O vaxtda elm yox idi, onlar bilmirlər nədir, normal haldır. Ləkə ola bilər hər bir halda. Hər bir ləkə şərab ləkəsi deyil, yox. Şərab ləkəsi sanki bildiyimiz qırmızı şərabın üzə tökülməsi zamanı və ya dəriyə töküləndə qırmızı bir ləkə formasında bənzəyən bir ləkədir. Onun tünd ləkənə aidiyyəti yoxdur, yox. Hər ləkə şərab ləkəsi deyil. Şərab ləkə qeyd etdiyim kimi qırmızı və yaxud da ki çəhrayı və yaxud da bənövşəyi rəngdə olur. Sanki damarın əks elətdirir. Bir keçmiş Sovet sosialist respublikalarının kommunist rəhbəri Qarbaçov tanıyır. Bu cavan nəsil çoxsu tanımır indi. Adını eşitmişəm. Sovet İttifaqını dağıdan insan. Bunun başında var idi ləkə. Başında xəritə şəklində, hələ xəritə deyirlər buna. O var idi. O vaxtı bəlkə bilsəydi ki, var müalicə eləyərdi. Amma indi bəlkə də müalicə eləməzdi, çünki onun bir əlaməti idi ki, bu xalla tanıyırlar. Var, belə adamlar çoxdur. Müalicə eləmək olur, şərab ləkəsi müalicəsi var. Yəni şərab ləkəsi spesifik özünə əlamətlər var. Həm rəngində, həm də ki, diaskopiya edilir, basmaq sınağı kimi basanda, əgər orada damarda qanı çəkilmiş, ləkə bir balaca avazlayırsa və yaxud ağarırsa, təkrar dəri rənginə qayıdır, deməli bu şərab ləkəsidir. Bir şey də soruşmaq istəyirdim. Bu da bir riskli dəri problemidir, yoxsa sadəcə estetik qüsurdur? Yox, şərab ləkəsi riskli problem deyil. Şərab ləkəsi heç bir riski yoxdur. Sadəcə anadan gəlmə estetik qüsurdur, defektdir və bu estetik qüsur olduğu üçün insanlar bu müalicə eləmək istəyir ki, pis görünür. Bu baxımdan heç bir təhlükəsi yoxdur, yox. Qohumumuz var, o uşaqda. İlk növbədə mən orada görmüşdüm. Yəni bəzi bədənin müxtəlif hissələrində olanda da o qədər gözə çarpmır. Amma körpə uşağın üzündə var idi, bir tərəfi yarımçıq. Mənə də çox maraqlı gəlirdi ki, görəsən bunun sonrakı həyatı necə olacaq? Yəni bu ona qüsur çoxmu təsir eləyəcək sonrakı yaşayışa və yaxud da amma başa düşdüyüm qədər onu bir dəfəli yoxa çıxartmaq olmur. Yoxa çıxartma olur. Bir seansa yox, amma yoxa çıxartma olur. Təmiz yoxa çıxartma. Məndə pasientlər var, 2 aylı uşaq, 4 aylı uşaq. Cürbəcür yaşlarda valideynləri gətirir.
Yəni bu uşaq böyüyəndə sabah qız uşağı tutulan ki, böyüyəcək, bu necə ərə gedəcək, bunun ailəsi necə olacaq, başqa adamlar necə baxacaq özünə. Ona görə də ilkin stadiya ilə aylığında müalicə. Bir uşaq var idi, hətta 1 aylıq idi. Bu boyda idi uşaq. Balaca uşaq heç uşaq anlamır ki, nəyə gəlirdi. Qışqıra-qışqıra özünü tuturdu qolunu, işləyirdi də özünə. Amma gedir də. Gedir adam ayılıb özünə gələnə kimi, özünü anlayanda ki, ağrı nədir, belə bir şey, o vaxt şərab ləkəsi olmayacaq özündə, müalicə onu qurtaracaq. Valideynlər onu düşünür də, yəni əsas. Bir şey aydın oldu bizə ki, şərab ləkəsi doğuşdan əmələ gələn bir şeydir. Bəs vaxtında müalicə olunmasa, böyümə, yəni ölçülərdə dəyişmə və yaxud da daha tündləşmə kimi riski varmı? Vaxtında müalicə olunmasa, böyümə inanmıram olsun. Çünki bu ləkə anadan gəlmədisə, o ölçüdə olur, ondan artıq böyüməməlidir. Amma tündləşmə ola bilər, çünki orada damarlarda, kapilyarlarda olan qanun xüsusiyyətlərinə asılı olaraq rəng dəyişikliyi olur. Amma bu rəng dəyişikliyi və yaxud bir balaca böyümə bunun müalicəsində heç bir total fərq vermir. Çünki müalicə prinsipi birdir. O baxımdan yəni heç bir şey dəyişmir. Yəni qorxulu bir şey deyil. İnsan bəlkə də tələsib bunu müalicə etməyə o qədər vacib deyil. Məsələn, bəzi valideynlər uşaqları elə 2 aylıqda, 1 aylıqda, 4 aylıqda gətirirlər müalicəyə. Onlar da başa düşürəm. Fikirləşir ki, gələcəkdə uşaq böyüyəndə uşaq vaxtı müalicə eləsin, böyüyəndə məktəbə gedəndə uşaqlar nəsə bir söz deməsinlər. Var idi məndə bir pasient, qız uşağı idi, məktəbdə oxuyurdu, ikinci sinifdə oxuyurdu deyəsən. Uşaq özü tapmışdı, müalicəsi var. Özü valideynə demişdi, mən getmək istəyirəm bu müalicəsinə. Gəldi də, Mansa rayonundan idi, gəldi, müalicə elədi, 2 seans elədi. 2 seansa üzü tam getdi. Amma deyir, mənə uşaqlar məktəbdə deyirlər ki, üzündəki ləkə nədir? Yəqin başqa sözlərdə deyiblər, indi özü demirdi. Yəni o ləkə onun üçün normal həyatında problem törədir də, estetik problem kimi problem törədir və o da müalicə olması, müalicə də olundu. Yəni bu adam bu söz-söhbətdən canını qurtardı da. Bu baxımdan belə estetik problemdir bu. Belə baxıram ki, əgər müalicəsi mümkündürsə, onda daha erkən yaşlarda buna başlamaq daha doğrudur. Nəinki gözləmək. Həm uşaqlarda travma olaraq yarana bilər bu və istərsəməz ətraf mühitdən və yaxud da digər insanlardan seçilməsi onun üçün bir qüsur kimi görünə bilər. Əslində düzdür, tez müalicəsini başlamaq bir o qədər ətraf mühitin ona təpkisinə daha tez azalmağı gətirib çıxarır. Yəni uşaq balaca olanda ona soruşan yoxdur yüzündəki ləkə nədir. Məktəbə gedəndə soruşurlar, bağçaya gedəndə soruşurlar. Ona görə tez müalicə daha yaxşı effekt verir. Amma bir məsələ də var ki, müalicəsi biraz çətinlik törədir. Çünki böyük adam müalicə zamanı biraz ağır olduğu üçün böyük adama, ağlayan adama başa salmaq olur ki, biraz dözmək lazımdır, prosedurdur. Onlar başa düşürlər. Amma balaca uşaq hansı ki 4 yaş var. Məsələn, bu uşaqları işləmək çox çətin olur. Çünki həm anlayır ağrısını, həm qavramır ağrını. Yəni deyir, mən niyə görə ağrı dözməliyəm ki? Anlamır özü. Çünki o məktəbdə oxumur, həm də 2 aylıq deyil, 3 aylıq deyil, 1 yaşı yoxdur ki, anlamasın. O problemin zonu vaxt odur. Yəni adam nə qoymur prosedur eləməyə, nə də başa düşmür ki, niyə eləməlidir bunu. Sadəcə valideyn məcbur edir ki, elə bunu yaxşı olacaq, yaxşı olacaq. Bax, bizim praktikada çox deyir pasiyentlər, çox çətinlə işləyirik. Əllərini tuturuq, qollarını tuturuq. Düzdür, bəzi halda anesteziya eləyib, sedasiya yatırdıq da eləmiyorlar, amma prosedur çox ol çəkdiyi üçün hər dəfə sedasiya eləmək uşağın sağlamlığına ziyandır. Onun üçün biz məcbur oluruq elə mexaniki vasitələrlə. Valideynlər tutur, biz tuturuq əl-ayağını, zorla üzünü işləyirik və belə gedir. Balaca uşaqda problem deyil. Balaca uşağı saxlamaq çətin deyil. Böyük uşaqlar da qavrayırlar onu. Deyirlər ki, özümüz istəyirik. Özləri gəlir, ağrısı da dözürlər. Bax belə. Müalicədən danışmışkən, bu xəstəliyi necə müalicə eləmək olar? Müalicə şərab ləkəsi estetik qüsur olduğu üçün burada yəni sağlamlıqla əlaqədar olmayan bir qüsur olduğu üçün, yəni xəstəlik olmadığı üçün biz terapevtik preparatlardan hansısa bir kremdən, tabletkadan istifadə eləmirik. Çünki bunlar heç bir nəticə vermir. Ona görə biz sırf lazer müalicəsi istifadə edirik. Dünya praktikasında hal-hazırda 2 tip lazerdən istifadə olunur. Birinci tip lazer Azərbaycanda olan, hal-hazırda bir neçə də adad olan PDL, Pulse Dye lazer deyirlər. Bu rəngləyici əsaslı işləyən lazerdir.
Adı da Vibin Perfect'dir. Candela şirkəti istehsal edir. Çox yaxşı, effektiv lazerdir. İkinci tip lazer Azərbaycanda yoxdur. Bu lazerin də distributor Araş şirkətidir. 532 nanometr dalğa uzunluğu, uzun dalğalı karbonlu titanlı fosfat lazer var. Lutronic şirkətinin. O Azərbaycanda yoxdur bir dənə hal-hazırda. Kifayət qədər bahalı lazer olduğu üçün hələ yoxdur. İnşallah kimsə İnşallah gələcəkdə. biraz pul olar gətirər. Araş şirkəti Lazer, gətirər. İnşallah Araş gətirər. Amma çox bahalı lazer olacaq. O birisi lazerin təxminən 1-2 dəfə bahadır. Amma Ona yenə də görə də müəyyən və yaxud da amma müəyyən xərclər yoxdur. Çünki Vibim aparatının bu PDL-in Vibim Perfect aparatının xərcləri çoxdur, cari xərclər. Ona görə də lazer pasları biraz baha olduğu üçün cəmaət qaçır bundan. Halbuki bizdə Azərbaycan şəraitində olan qiymətlər dünyanın hər yerində 1-10 dəfə ucuzdur. Sadəcə bu belədir, lazerin xərcləri çoxdur, lazerin sərf materialları var. Linzaları, lampaları, kraskası dəyişilir, filtri dəyişir. Bunlar da kifayət qədər məbləğ tutursa, qiymət baha olur. Sadəcə olaraq baha olsa da belə bu planlı bir prosedur olurdu. Yəni insan məcburiyyətində deyil ki, konkret hansısa bir günlərdə gəlsin. Bu 1 aydan biri gələ bilər, 3 aydan biri də gələ bilər. Yəni nə gəlsə, nə eləsə, prosesin, yəni şərab ləkəsinin sağalması və itməsinə doğru olan bir pillə qabağa düşəcək. Adamlar 2 seans gəlir, bir dəfəlik azad olur. Adamlar 10 seans eləyir, proseduru bir 60% nəticə verir. Amma hər bir halda istənilən şəxs müalicəyə gəlirsə, istənilən şəxslərin nəticə olur. Nəticəsiz mən görməmişəm. Uşağında və ya özündə belə bir ləkəsi olan şəxsə nə tövsiyə eləyə bilərsiniz? Şərab ləkəsi haqqında Bəli. baxanda nə tövsiyə edirəm? İnsana əgər kosmetik qüsur maraqlandırmırsa, eləməyə də bilər müalicəsini. Onun həyatına heç bir təhlükə törətməyəcək. Sadəcə kosmetik qüsurdur. O əgər doğrudan da bu uşağının gələcəyində soru-sual, digər uşaqların bu nədir üzündə sualı və yaxud da ki, ged üzvü yox, belə sualı və ya daha kəskin suallar olarsa və bunu düşünürsə, bu vaxtında müalicə eləməyə daha məqsəd uyğun olar. Düşünürəm artıq şərab ləkəsi haqqında çox ətraflı məlumat verdiniz və çox məlumatlandırdıq. Artıq keçək növbəti mövzumuza, hemangioma və müxtəlif dəri problemləri. Hemangioma nədir, necə yaranır və hansı faktorlar onun yaranmasına rast gəlinir? Hemangioma şərab ləkəsindən fərqlənir. Deməli, şərab ləkəsi daha səthi proses olduğu üçün, səthi kapillərdən xəstəliyi defekti olduğu üçün artıq hemangioma defekt sayılmır. Bu xəstəlik sayılır. Bu anadan gəlmə damarların anomaliya fərqidir, anomaliya qüsurudur, yəni inkişaf qüsurudur, defektidir. Sanki burada anadan gəlmə ana bətnində damarlar inkişaf edən zaman, hansı damarlar bir-birinə əlaqələr quran, damar şəbəkəsi yaranan zaman bir neçə damar anomal, yəni tam düzgün inkişaf eləmir və bu zonada damarların xüsusi qruplaşması səhv inkişafı nəticəsində qüsurlu bir damar şəbəkəsi formalaşır. Anomaliyanın belə bir üzə vermək olar. Bunun da rəngi qırmızı olur. Amma bu zaman biz üzdə, bədəndə daha çox səthi ləkə yox, qabarıq, müxtəlif formalı ləkələr görə bilirik. Sanki damar mənşəli. Bu daha aqressiv, daha inkişaf eləməyə meyilli olan anomaliyadır. Yəni hemangioma sadə xəstəlik deyil. Hemangioma yaranma səbəbinə asılı olaraq, yerləşmə səbəbinə asılı olaraq bu əsasən fleboloji xəstəlik sayılır. Damar cərrahlarının müalicə eləyəcəyi xəstəlik sayılır. Çünki dermatoloqların müalicəsi burada ancaq sırf lazer müalicəsinə ibarət ola bilər. Köməkçi müalicə kimi tətbiq oluna bilər. Yəni burada əsasən damar anomaliyası şəklindədir. Bir neçə damarın birləşməsi qüsuru, belə bir böyük damarların birləşməsi qüsuru kimi bir üzə vermək olar bunu. Çətin xəstəlikdir. Müalicəyə çox çətin tabi olur. Əksər vaxtı müalicə tabi olmur. Bu baxımdan əsas bu xəstəliyin yaranan zaman anadan gəlmə olduğu üçün, sonradan yaranmadığı üçün, konkret anadan gəlmə olduğu üçün belə pasiyentləri müayinə edib fleboloq və dermatoloq tərəfindən müayinələr nəticəsində xəstəliyin bunun sağlamlığına ziyan vura biləcək ya da vura bilməyəcək məsələsini dəqiqləşdirmək lazım və həmin pasiyenti sağlamlığına və həyatına
təhlükə olmaması üçün müəyyən tədbirlər görülə bilər. Bayaq toxundunuz ki, yer önəmlidir, yaranma yeri. Elə bununla bağlı bir sual vermək istirdim. Hansı nahiyələrdə daha çox rast gəlinir və hansı nahiyələrdə yaranması daha təhlükəlidir? Hemangioma əsasən fibroloji xəstəlik olsun, yəni damar cərrahlarının xəstəliyi olduğu üçün mən o xəstəliyin sırf çox konkret izahını verə bilmərəm. Çünki düzdür olmaz. Praktiki olaraq, həm də nəzəri olaraq onlar fibroloq daha yaxşı bilir. Amma bəzi məlumat verə bilərəm ki, əsasən qorxu nə vaxt yaranır? Magistral venaların, magistral damarların yaxınlığında olan. Misal üçün, yuxarı arteriyasının yanında olanda, ürək ətrafında olanda, boyunda böyük hemangioma olanda, üzüdə olanda, yəni magistral damarlar var da, iri damarlar, hansı ki bu damarlarda qanın təzyiqi çoxdur. Yəni bunların zədələnməsi, partlaması qısa müddətdə qan etkisi və ölümlə nəticələnə bilən bir zonalar var. Klassik zonalar var. Bu zonalarda olanda ehtiyatla yanaşmaq lazımdır və bu baxımdan həmin pasiyentdə mütləq daimi nəzarətdə olmalıdır. Yox, dəridə elə bir yerlərdə var ki, tutalım ki, orada çox təhlükəli deyil. Yenə də nəzarətdə olmaq və qorxmamaq olar. Məsələn, yuxarı arteriyasının ətrafında olanda, bud arteriyasının ətrafında olanda, burada təzyiq çox olduğu üçün burada daha çox təhlükə var. Bax, bu şəkildə pasiyentlər məlumatlansa, bilsə ki, problemin nədən ibarətdir və ağırlıq dərəcəsi nədir, özlərini qoruyub və gələcəyini bilə bilər. Ola bilər, bəzi əməliyyatlarla, fibroloji əməliyyatlar və yaxud da ki, skleroterapiya, sklerozlaşdırıcı preparatdan vurulması hemangiomanı biraz kiçiltmək, həmin prosesdə işini yaxşılaşdırmaq və daha yatırtmaq, balacalaşdırmağa gətirib çıxara bilər və onda da pasiyent də özünü daha komfortlu hiss edir və daha da qorxmaz və daha təhlükə azalmış olar. Eşitdiyimə görə ən çox qız uşaqlarında rast gəlir. Bəs əslində necədir? Yəni bu xəstəliyin cinsiyyəti varmı və yaxud da həqiqətən də ancaq qız uşaqlarında əmələ gəlir? Hemangiomanın düzdür, statistika var, amma statistika tam əks elətdirmir real vəziyyəti. Mən hemangiomanı bərabər surətdə qızlarda da, kişilərdə, qadınlarda da, kişilərdə də görmüşəm. Bunun sayını biz düz dəqiqləşdirməmişik ki, ən çox statistik kimdə var? Bu əsasən fibroloqlarda, damar cərrahlarında ola bilər bu məlumat. Çünki bunlar daha çox bu işlə məşğullar. Ümumiyyətlə bu hemangioma müalicəsi bir neçə həkimin kompleks nəzarəti altında olmalıdır. Misal üçün ürək ətrafında olanda kardioloq nəzarəti olmalıdır, fibroloq nəzarəti olmalıdır və estetik qüsur kimi dermatoloqun hansısa bir məsləhəti və müalicəsi köməklik göstərə bilər. Amma yəni bir neçə həkimin birgə müşahidəsində olmalıdır həmin pasiyent ki, həm problemlər, həm də estetik qüsur kimi bəzi məsələlərdən götürmək mümkün olsun. Belə bir mif var ki, keçmişdə insanlar inanırdı ki, əgər hamilə qadınsa, hamiləlik vaxtında çiyələk yeyərsə, o uşaqda hemangioma əmələ gəlir. Hətta bu xəstəliyə çiyələk hemangioması deyilir. Bu doğrudurmu? Mən çiyələk hemangioması eşitməmişəm, mən ciyər eşitmişəm. Ciyər yeyəndə belə bir hal yaranır, belə bir şey deyil. Amma o absurd söhbətdir. Yəni güya ki, hamiləlik vaxtı heç kim ciyər yemirmi, yoxsa çiyələk yemirmi, görə onda hamıda hemangioma olsun. Bu müəyyən miflərdir, bəli, miflərdir əlbəttə. Bu da zamanla insanların psixoloji inkişaf elədikcə, təhsil artdıqca bu mifə çevrilib gedəcək hamısı. Bəs digər damar problemlərindən hansılar var və necə yaranırlar, yaranma faktorları və yaxud da həyat riskləri varmı? Biz burada danışdıq, rozasiyadan danışdıq, hemangioma, şərab ləkələrindən danışdıq. Bir dənə damar problemi var, kuperoz. Bunu hamı eşidir, hamı bilir. Əvvəl biz çox çalışırdıq ki, insanlar hər xəstəlik öz adına müalicəsinə maraqlansınlar. Əvvəl çətin idi. İndi hamı xəstəlik bilir. Rozasiyanı da bilirlər nədir, kuperoz nədir bilir. Yəni o çox yaxşı bir şeydir. Çünki insanlar məlumatlanma səviyyəsi çoxaldıqca həkimlərin də işləməsi rahatlanır. Və hər bir pasiyent o xəstəliyini bildikcə vaxtında nə vaxt müraciət etməyi də bilir. Kuperoz rozasiyadan biraz fərqlənən xəstəlikdir. Rozasiya daha çox xəstəlik sayılır, kuperoz estetik problem sayılır. Yəni damarların üzdə törətdiyi estetik problem. Biz hamımız rast gəlmişik də, məsəl üçün nənələr olur və yaxud yaşlı kişilər olur, burnunda damarlar olur, kapilyarlar sanki şəbəkə kimi olur, yanaqlarında olur şəbəkə kimi. Bu qırmızılıq şəklində olmur. Bildiyimiz damar xəritəsi kimi şəklində olur.
Bəli, bu xəstəlik estetik qüsur törədir. Həm də pasientin şikayətlərində üzdə qırmızılıq olur, istinir üz. Üz isti olur və bunlara problem törədir. Yəni bunlar həmin pasientlər üzün istiliyindən narahat olur. Daim üzünü soyuq suya yumağa çalışırlar. Bu qızartı bunlarda yenə burada da estetik qüsur kimi digər şəxslər tərəfindən əlavə suallar gətirib çıxarır ki, üzündə bu nədir, bu nədir, bu nədir? Bu suallar yorur bunları, həmin pasientlər və pasientlər müalicə olmağa məcbur olur müraciət eləməyə. Var, bu xəstəliyin müalicəsi var, tam müalicəsi var. Çünki şərab ləkəsi kimi bu xəstəliyi müalicə edəndə tam getmək şansı razasiya nisbətən daha çoxdur. Çünki estetik qüsur sayılır, lazerlə müalicə etmək mümkündür. Bu problemlərin müalicəsi varmı və həkim olaraq nə məsləhət görə bilərsiniz? Deməli, kuperoz damarların estetik qüsuru olduğu üçün bunun müalicəsi var əlbəttə ki. Burada biz istifadə edirik əsasən neodim lazerdən. Çünki neodim lazerin iri damarları daha yaxşı götürmək imkanları var. Eyni zamanda PDL Vibin Perfecta lazerindən istifadə edirik. Bu da nisbətən kiçik damarları götürə bilir. Bundan başqa biz kuperozdan başqa damar problemləri kimi angiomalar var. Angiomalar xırda, hamımız bəlkə bilərik, xırda qırmızı rəngdə xallardır sanki bədəndə, çox yayılmış belə bir xallardır. Bunlar da lazerlə həm Vibim, həm də ki neodim lazerlə götürmək mümkündür. Digər problem hörümçək toru şəklində angiomalar deyilir. Sanki ortada bir nöqtə var, kənarlara bir günəş kimi damarlar səpələnmiş kimi görünür. Bunu da lazerlə müalicə etməlidir. Bunlar hamısı sırf lazer müalicəsidir. Neodim və PDL vasitəsilə tam müalicə olunur. Digər kremlər, digər iynə, inyeksiyon vasitələr bunları müalicə edə bilməz, çünki fiziki mümkün deyil o. Bəs ölkəmizdə bu problemlərdən ən çox yayılan hansıdır və bunun xüsusi bir səbəbi varmı? Bu xəstəlik sırf yayılır, əmələ gəlir. Həm mən bayaq qeyd etdim, iqlim şəraiti dəyişkən olan zonalarda, isti soyuq iqlim olan, bir də günəşli zonada yaşayan insanlar çox olur. Əsas bu xəstəliyin yaranmasında, yəni kuperozun yaranmasında günəş böyük təsir edir. Yəni buzda da biz günəşdə qoruyucu kremlərin istifadə etməyə, uzun müddət günəşin altında olmamaq bu xəstəliyin yaranmasının qarşısını ala bilər. Amma digər problem angiomalar misal üçün bunlar həm sonradan posttravmatik yarana bilər və ya səbəbə bəlli olmayan səbəbdən yarana bilər. Bunlar da yəni bundan qorunmaq biraz çətindir, yaranmasının qarşısını almaq. Bəzi halda angiomaların bir təhlükəsi var ki, zədələnəndə qanı saxlamaq adi vətəndaş üçün biraz çətin olur. Çünki sanki buradan qan axı durur, dayanmır qan. Ona görə belə bir problem olanda bunu vaxtında götürmək daha məqsəd uyğundur ki, sabah problem yaşamasın insanlar. Bu baxımdan qorunmaq da böyük faktordur. Günəşdən qorunmaq, soyuqdan qorunmaq bu xəstəliyin profilaktikası üçün böyük əhəmiyyət kəsb edir. Sonda təşəkkür eləmək istəyirəm Ceyhun doktor. Çox sağ olun, vaxtınızı ayırdınız və qonağımız oldunuz. Mövzumuz olduqca geniş idi və çox maraqlı faktlara toxundunuz. Elə mənim özümə də çox maraqlı oldu və bilmədiyim və yaxud da səhv bildiyim çox bir şey var idi. Çox sağ olun buna görə. Çox sağ olun dəvətə görə. Yaxşı, gözəl studiyada çıxış elədik. Köhnə dostları gördük. Müsbət, pozitiv auranın inşallah studiyanı tərk edirik. Təşəkkür edirəm, sizə də uğurlar arzu edirəm. İnşallah bu layihə daha uğur olar. İnşallah.